Azərbaycanda əhalinin 8%-nin aylıq gəliri 270 manatdan aşağı olub. Yenavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, Azərbaycanda təxminən 818 min insanın aylıq gəliri yaşayış minimumundan az olub. Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda yaşayış minimumu 270 manat olub. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bu səbəbdən də ötən il aylıq gəliri 270 manatdan az olan şəxslər yoxsul hesab olunub. Onu da bildirək ki, 10 il əvvəl 2015-ci ildə Azərbaycanda aylıq gəliri yaşayış minimumundan az olan şəxslərin sayı ümumi əhalinin 3,9%-ni təşkil edib. 2015-ci ildə Azərbaycan əhalisinin 9 milyon 705,6 min nəfər olduğunu nəzərə alsaq, o zaman ölkədə təxminən 378 min insanın aylıq gəliri yaşayış minimumundan az olub. Açıqlanan göstəricilərdən də göründüyü kimi 2015-ci ildə ölkədə 378 min insan yoxsul hesab olunduğu halda 2024-cü ildə onların sayı 818 minə yüksəlib. Son 10 ildə ölkədə yoxsulların sayı təxminən 2,2 dəfə artıb.